əsasən saç və saçın başın tüklü hissəsində olan dərisində, tüklü hissəsinin dərisində olan müxtəlif problemlər, hər cür problemlərlə əlaqədar trixoloqlara müraciət edirlər. Ən çox əlbəttə ki, ən çox rast gəlinən problem saçların tökülməsi, seyrəlməsi və sair problemlərdir. Bu problemlərlə müraciət edən xəstələrə ilk olaraq diaqnostika olunmalıdır. Yəni müayinə müxtəlif trixologiyada olan müxtəlif müayinə metodları ilə diaqnostika olunmalıdır və lazım gəlsə pasiyent laborator müayinələrə göndərilməlidir. Nəyə görə? Ona görə ki, bütün tibb sahəsində olduğu kimi trixologiyada da bütün uğurlu müalicənin əsasını düzgün diaqnostika qoyur. Əgər xəstəyə düzgün diaqnoz qoyulsa, bu zaman bizim elədiyimiz müalicənin də hədəfə yönəlik bir müalicə olacaq. Yəni xəstənin, pasiyentin belə deyək, daxili problemlərini aradan qaldırmaq, hər hansı bir defisit vəziyyətləri varsa da bunlar aradan qaldırılarsa, bizim elədiyimiz müalicə uğurlu olacaq. Çünki hər kəsin düşündüyü kimi trixologiyada müalicə hər kəsə eyni deyil. Hər bir pasiyentə fərdi olaraq təyin olunur. Saç tökülməsinin müxtəlif səbəbləri ola bilər. Bəzən həkimə müraciət edən xəstə, pasiyent müraciət edən zaman onun yeganə bir şikayəti olur ki, saçlarım tökülür. Bundan başqa heç bir şikayəti yoxdur. Özündə, orqanizmində olan hər hansı bir problemləri, patologiyaları şübhələnmir belə, çünki başqa bir simptom yoxdur. Müraciət edərkən biz onu müayinədən sonra lazım gələn laborator analizlərə göndərib və əsas problemi aşkara çıxardırıq və bu zaman məlum olur ki, saç tökülməsi simptom oymuş, əsas problem daxildəmiş və pasiyent də ondan heç xəbəri yox oymuş. Bu zaman təyin elədiyimiz müalicələr həm daxili problemləri, lazım gələrsə başqa mütəxəssisləri də cəlb eləmək şərti ilə, bəzən müstəqil hormonal problemlər olarsa da endokrinoloqları və yaxud da ki, qanda olan hər hansı bir çatışmamazlıq problemləri olarsa, hematoloqları cəlb eləməklə biz bu problemi kökündən həll edirik. Müalicənin də hər bir halda uğurlu olmasının əsas səbəbi fərdi müalicənin təyin olunmasıdır. O ki, qaldı saç tökülməsinin səbəblərinə, saç tökülməsinin müxtəlif səbəbləri ola bilər. Əsasən birinci yerdə saç tökülməsinin səbəbi genetik bir prosesdir. Yəni insanın genomunda olan genlərlə əlaqədar bir prosesdir. İkinci yerdə əlbəttə stress mənşəli saç tökülmələri tutur ikinci yeri. Yəni hər hansı bir stress olsun, hər hansı bir kəskin stress olsun və yaxud da ki, xroniki gərginlik prosesi olsun. Bunlar hər biri stress sayılır və orqanizmdə öz təsirini mütləq buraxır və bir çox başqa orqanlara təsir elədiyi kimi çox vaxtı saçlara da təsir eləyir və saçlarda zəifləmə, tökülmə prosesləri başlayır. Üçüncü yerdə hormonal problemlər tutur. Qeyd eləmək istəyirəm ki, hormonal orqanizmdə dəyişikliklərin də kökü çox vaxtı stressdən əmələ gəlir. Yəni ilk olaraq bunlara da stress mənşəli tökülmələrə aid eləmək olar. Amma yenə də biz araşdırınca, daha dərin araşdırınca orada hormonal problemlər də üzə çıxır. Kompleks şəkildə aradan qaldırdıqda saç tökülməsi də dayanır, saçlar da bərpa olunur. Bundan başqa sırf saç dərisinin öz problemləri, yəni saç dərisində həddindən artıq yağlanma, sızanaqlar, kəpək filan bunlar da tökülmə verə bilər. Bu problemlər də yəni sırf trixoloqlar məşğuldurlar və trixoloji diaqnostikadan sonra aşkara çıxarılır və çox uğurla aradan qaldırılır. Bəli, belə bir fikir var ki, xalq arasında saçları qıxdıranda, dibindən qıxdıranda onlar sıxlaşır, qalınlaşır, artır, tökülmə dayanır və s. Əslində bunun elmi cəhətdən heç bir əsası yoxdur. Kimlərsə saçlarını qıxdıranda onun ilk olaraq qalın hissəsini görürlər və onlara elə gəlir ki, əvvəlkinə nisbətən daha qalın saçlar gəlir. Amma uzanıb həmin saçlar həmin uzunluğa, normal uzunluğa çatanda yenə də baxıb görürlər ki, heç bir dəyişiklik yoxdur. Yəni nə saçlar artdı, nə bir şey. Bəzən belə bir aqressiv bir
dırnaqarası müalicə metoduna hətta qadınlar da müraciət edirlər. Onlar rəfiqələrindən, böyüklərdən filandan eşidirlər ki, qıxdırsan saçın yaxşı gələcək. Və qıxdırırlar. Bundan da daha artıq depressiyaya düşürlər. Yəni bir qadın özünü güzgüdə saçsız görəndə onun depressiyasını təsəvvür etmək çətin deyil. Bu da gətirib stress mənşəli tökülmələrə və sair orqanizmin başqa bir problemlərə gətirib çıxardır. Ona görə mən trixoloq kimi əgər məndən soruşsanız ki, qıxdıranda saçlar artırmı? Mən cavab verərəm ki, xeyr, artmır.